Salam. Bugün 15 fevral OTK'nın keçirdiği blok informatikadan keçirdiği blokun suallarına bakacağıq. 61-ci sual. Mətn redaktorunda seçilmiş mətnin mərkəzə görə düzləndirilməsi üçün hansı düymə kombinasiyasından istifadə edilir? Ctrl Y. 62. C14 xanasında olan bu düsturu bir xana sola, yəni bir sütun sola, 4 sətir yuxarı. Yəni burada C sola keçəndə B olacaq. A, B variantı getdi. 12 onsuz da dəyişməzdi. D sabit qalır. Yəni mütləq işarəsi onu dəyişməyə qoymur. 13 amma sətir 4 yuxarı 9 olacaq. Bu da getdi. Qaldı bunlar bura kimi düz gəlir. Aha 5 olacaq C1. C1 və D-də oldu. D-də dəyişəcək bir sütun sola olacaq nə? C. Y variantı. Sonra 63. 63'də Windows əməliyyat sisteminə bağlı verilmiş mülahizələrdən doğru olmayanı müəyyən edin. Failin adı 255 simvoldan az ola bilməz. Yanlış budur. Çünki burada yəni olmayanı soruşur bizdən. Hə, doğrudur. 64. Raster belə deyim ki, qrafik təsvirin çevrilməsində 3 əməliyyat icra edilmişdi. Rəng palitrası RGB'dən monoxrom paletə dəyişdirilibdi. Yəni 24-dən 1 bitə keçib. Təsvirin en boyu olan piksellərin sayı 12 dəfə artırılıbdı. Aha. Gəlin bu əməliyyatdan sonra təsvirin informasiya həcmi necə dəyişər? Baxın, yəni rəng palitrası 3 baytdır və rəng dərinliyim nəyə bərabər olacaq? 24 bitə. Düzdürmü? En birim 24 bitə. Digər en 2'mdə nəyə bərabər olacaq? 1 bitə. Aha. İndi təsvirin en boyu, yəni A1'in bərabər nəyə? 12 A1'ə. Yəni A2'in bərabərdir 12 A1'ə. Hündürlük boyu isə 4 dəfə azaldılıb. Yəni B1'in bölünsün 4. Yəni B2 bərabərdir B1 bölünsün 4. Nisbətlərini hesablasaq V2'nin V1'ə nisbətini hesablasaq, hardan yazaq? Buradan yazaq. Aha. V2'nin V1'ə nisbəti, baxın, 12A1 bölünsün A1 vurulsun B1, 4B1 azalınmıştır. Düzdürmü? Aha. Sonra 24'dən də bir bitə keçmişdi. 24. Gəlin B1'lər gedir, A'lar gedir. 3 qaldı nə? 8'də 1. Deməli 8 dəfə linear azalar. Gəldik 65-ci suala. Gəlin baxın not var. İşarəni dəyişəcək, end olacaq. Or. Baxaq. Piskadan 45'dən böyük olanları açıq şəkildə yazacağım ki, yəni başa düşəsiz. 45'dən böyük olanlar fizikadan söhbət gedir. Budur, 54'dür, 71'dir. Yəni 1, 3, 4. Orumu yazıram. 60'dan böyük bərabər kimya. 68, 74, 83. Aha. Deməli 3, 5, 6. Bunları da birləşsəm nə olacaq? 1, 3, 4, 5, 6. Əndimi yazıram. Hazır qoyuram. Sonra gəlin bu mötərizəni üçün həll eləməyə. C1 deyir 63'ə bərabər 63'dən böyük. 74 bu 92. Yəni bunda ayrı baxaq. 3, 4, 6. Or yazıram. Biologiya 65'dən böyük. Yəni 1, 3, 4. Bunları da birləşəndə 1, 3 nə olacaq? 6. 1, 3, 4, 6. 6 hardan gəldi? Bu birisi olanda düzmü yazdıq? C1 63'dən böyük olanlar hansılardır? 74. 63'ün özü bərabərdir. C1. Bəli, 63'ün özü bərabər 4. Bir də 6. Aha. İndi gələcəm bunun birləşməsindən 1, 3, 4, 6. Bunların birləşməsində 1, 1, 3, 3, 6. Gəlin buna bir də baxaq.
3 aldım. İndi gəlin bir də baxaq. Fiska 45-dən kiçik olanlar. Fiska 45-dən kiçik olanlar. Mən böyük olanlara baxmışam. Fiska 45 kiçik olanlar nə olacaq? Bu olacaq. 33 olacaq. Bu olacaq. Düz deyilmi? Yəni 2, yəni 45-dən kiçikdir 43. 33 45-dən kiçikdir. 18 də 45-dən nədir? Kiçikdir. Aha. Orumu yazıram. Gəlirəm kimya 60-dan böyük. Kimyadan 60-dan böyük budur. Budur, budur. Yəni 3, 5, 6, 5, 6. 60'ın özünə bərabər olan da yoxdur. Bunları da birləşdirək nə çıxacaq bizdən? 2, 3, 5, 6. Əndimi yazıram. Gəlirəm bu hissəyə. Cəbir 63-dən böyük olan. Cəbir 63-dən böyük olan və özünə bərabər olan bunlardır. Yəni 3, 4, 6. Orumu yazıram. Biyoloji 65-dən böyük olan budur, budur. 65. Aha. Olacaq nə? 1, 3, 4. Bunların birləşməsi nədir? 1, 3, 4, 6. Düzdürmü? Gələcəm 1, 3, 4, 6. Bunların da keçməsi nə olacaq? 3 ənddir. 2 dənə nədir? B variantı. Bu belə. Sonra gəlirik 66-cı sualın izahına baxırıq. Şəbəkədə verilən bazası modellərlə bağlı uyğunluğu neyinirik? Müəyyən edirik. Aha. Yaxud verilənlər nizamlı ağac şəklində təsvirinə əsaslanır. Gəlin belə eləyək. Sualın hamısını görə bilim də. Belə. Bəli, bir aları saxlayıram. Bunlar getdi. C'yə burada B, C verilibdir. Gəlin baxaq. Verilən bazasının iki ölçülü cədvəl şəklində yaxud da cədvəldən söhbət gedə bilməz. Ona görə C olan variantı saxlayırıq. B variantı. 67. 67-də 16 n üstü 3'dür. Bunu bu şəkildə yazsaq 2 üstü 4 n üstə gələk 3. Bu da bərabər olacaq. 2 üstü 4 n üstə gələk nə? 12. Baxın, biz deyirik 2 üstü 3 bərabər 1 yanında 3 0. Bizə neçə rəqəmli ədəd olar deyir. Düzdürmü? 4n üstə gələk 12 üstə gələk 1. Yəni bu 1-in önəmi var. Ona görə üstünə 1 gəldi. Yəni 2 üstü 3 necə? 1 yanında 3 0. 4 rəqəmli oldu. Düzdürmü? Burada da ona görə 1 yanında bu qədər. Onun da üstünə 1 gələndə eləcə nə? 4n üstə gələk 13. Olacaq nə? C variantı. Gəldik 68-ə. 68-də nə deyir? Deyir ki, qurulmuş diaqramda aşağıdakı cədvəlin A2-dən C2 diapazona uyğun olması üçün verilmiş elektron cədvəl fraqmentinin belə deyim ki, C1 xanasına hansı tam ədəd yazılmalı? C1 də x-dir. Bu bəri başdan deyim 3-dür. 3'dür. Və bunu da deyim ki sizə saat əqrəb istiqamətində bu A2-ni bildirir, bu B2-ni bildirir, bu isə nə? C2-ni bildirir. Yəni bu ikisinin cəmi 50% tapıb bərabərləşdirək. İkisinin cəmi 50% bərabər eləyəcəm. B1 çıxa 1, 6-dan 3 çıxanda 3, 12, 12. A1 üstə gələk B1, 6 üstə 3, 9, 9 C1 C1 deyəndə x kimi qəbul edək bunu. 9x. Yəni baxın belə deyim. Bu A2 12-dir. Bu B2 yəni 9x-dir. Aydındır. 30% bərabər. Bu isə bunu tapaq hələ. Burada da nə olacaq? A1 üstə gələk C1 yəni 3 üstə gələk x vurulsun 6-ya. Yəni bu da bərabərdir nəyə? Bax bura. 3 üstə gələk x vurulsun nə? 6. İndi gəlin ikisinin cəmini bərabərləşdir. 6, 3 əgər 50% bu bərabərdirsə, düzdürmü? Bərabərdir nəyə? 12 üstə gələk 9x. Bu da 6x üstə gələk 18 bərabərdir 12 üstə gələk 9x. 9x-dən də düzü də 3x də bərabərdir 6'ya, x də bərabərdir nəyə? 2'yə. Doğru cavabımız C variantı. Sonra gəldik 69-a. ABC
Enə gəlməyimizi soruşur. El şəhərdən keçməməklə soruşur. Aha. Bayaq şagird mesaj eləyəndə yazmışdım. Gəldik bir. Yəni A'dan S'yə bir yol daxil olubsa bir yol çıxacaq. Bir yolda keçəcək. Gəlirik 1-ə 1 yazırıq. Y-yə 1 yol. D-yə 1 yox. 1, 3 dənə 1, yəni 3. Gəldi 3 F-ə bir yol daxil olubsa baxıram. Deməli 3 yazılıbsa 3 dənə də yol çıxacaq. Aha. G-yə isə 1, 1, 2, ikincisi də 3, 5, 5-incisi 8. 8 yemə gəlibsə 8 çıxacaq. 8, 8, 16. 16 üstə də 3 neçə eləyir? 19 A variantı. Aha, A variantı. Sonra uyğunluğu müəyyən edin. 70. Funksional klaviş F4'e aittir. 1B. Bu getdi, bu getdi, bu getdi. Sonra e, Y'yə baxaq. Y nədir? Kursorun idarə olunmasına aiddir. Yəni e, funksional klaviş aidiyyəti yoxdur. Ona görə 1-ə A gedəcək. 71. Tətbiqi proqramlar sinifinə aid olmayan proqramı müəyyən edin. Buradan elə Linux mənə deyir ki, mən əməliyyat sistemiyəm. Tətbiqi proqrama aidiyyatım yoxdur. Sonra 72. Sətirlərin sayını istəyir. Burada isə xanaların sayını istəyib cəmin hesabla deyir. Aha. Sayı ilə xanaların cəmini hesabla düz düşündüm. 6-dan 3 çıxanda 3, 3 üstə 1, 4. 4 sətr bu eləyəcək. Çünki sütunuz istəmir. Mən də xananı istəmir hesablamıram. Bura gəlirəm. Belə deyim ki, C, A, B, C, D, Y, E, F, G. 3, 4, 5. 5 dənə sütun, 3 dənə də sətr 15. 15-in üstə də 4, cəmi nə? 19 A variantı. Gəldik bura. İfadənin nəticəsi megabayt ilə ifadə edin. 224 bit bölünsün. Bitdən megabayta keçəndə 223-ə böləcək. Bu eləyəcək nə? 2 megabayt. Sonra 2048, yəni 211 kilobayt megabayta 210-a böləcəm. 2 də bu. Üstə gəl işarəsi var. 2 ilə 2, 4 megabayt. Çıxılsın. 220 bayt. 220 baytdırsa bayt da megabaytı 220-yə böləcəm. Bundan mı getdi? 1 megabayt. 1 megabayt da çıxanda yerdə nə qalır? 3 megabayt. Bu belə. Gəldik növləri, informasiya növlərini soruşur. Elmi getdi, ədədi təqdim edilməsinə aiddir. Formasına bu getdi. Qaldı Y variantı. Gəldik 75-ə. Diskdə tutduğu həcmləri eynidir deyir. Faylların öz həcmlərini. Klasterin ölçüsü 4 kilobaytdır. Gəlirəm 24. Niyə bilmədim nədən? Birinci buna baxdım. 24 elə 4-ə tam bölünür deyə özü də bildim ki, diskdə tutduğu həcmlə bərabər olacaq. 2 olanı saxlayıram. Bunlar getdi. Gəlirəm 108-ə baxaq. Aha. 108-ə baxaq. 108-dən 108-i bölsək 4-ə 27 düşürmü? 27-ni vursam 4-ə 108-ə bərabər olacaqdır. Doğrudur. Yəni 1 ilə 2 doğrudursa budur. Gəlin niyə 57 olmaz? Baxın 57-ni 4-ə böləndə 14 tam neçə eləyir? 15 götürəcəm klasterin sayı və diskdə nə qədər həcmə malik olacaq? 15 4-ə 60. Amma bu 57-dir. Yəni diskdə tutduğu həcmlə eyni deyil. Gəldik 76-ya. 76-da deyir ki, elektron cədvəldə D7 xanasında summa buna bərabərdirsə 35-ə, D6 xanasının qiyməti 17-dirsə və bunun düsturun qiyməti neçəyə bərabər olar və summada D1-dən D7-yə qədər. Aha, elə D6-nın qiyməti 17-yə bərabərdirsə, üstə gələk 35 eləyəcək nə? 87. Doğru cavabımız E variantı. İmtahanasında baxın. İmtahanasında summa.
Sonra nədir? 35-ə D6 xanasının qiyməti 17. D6 xanasının qiyməti 17. Sonra nədir? D1-dən D7-yə qədər olan. Müəllimə, bir dənə buna baxarsınız. Burada 87-dir. Günay xanım, salam, necəsiz? Bu OTK-nın cavablarını yerləşdirmisiniz. Onu mən yazdığımdan götürmüsünüz, yoxsa necə? Nəyə görə? Cavablara görə deyirəm, görün bir diqqətsizlik olmayıbdı. Yəni, yoxsa başqası çıxardı və özünüz çıxartmısınız. Şimdi deyir ki, devam transformayız. Hmm.
Devam edirik 77-ci sualdan. Bizə nə deyir? Veribdir cədvəl. Cədvəllərə görə neçə ölkənin nümayəndəsi Şopenin əsərini ifadə edir? Şopenlərə baxırıq. Aha, Şopenlərlə Lombardi. Burada qeyd edirəm. İştirakçılardan. Sonra Muradov. Sonra Bakun. Sonra Marteti. Sonra nə? Ritet. Gəlirəm burada ABŞ iştirak edir, Azərbaycan, İtaliya, ABŞ bir dəfə iştirak edir. Neçə ölkənin nümayəndəsi deyir. İtaliyada var. Ona görə 3 nəfər. Aha. Gəldik 78-ci sual. 78-ci sualda bizə nə deyir? Deyir ki, aha. Akif Bahar, Cəmilə, Dilbər, Elnur, Fuad Günay Eyni Universitetin İqtisadiyyat, Marketinq, Maliyyə, Beynəlxalq Münasibətlər fakültəsində neynir? Təhsil alır. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Bahar Beynəlxalq Münasibətlər fakültəsində oxuyur. Aha. Cəmilə və Elnur eyni fakültədədir. Akif və Habil fərqli fakültədədir. Marketinq əsasında oxuyanlar oğlan deyil. Aha. Baxın, qızların adın yazım ayrı. Çünki burada ipucu veribdi. Dilbər, Bahar, Günay. Və oğlanlar kimdir? Akif, Elnur, Fuad, Fuad. Sonra kim? Habil. Aha. Deyir ki, bizə bilinənlər nədir? Bahar beynəlxalq münasibətlərdədir. Cəmil Elnur eyni fakültədə təhsil alır. Akif və Habil fərqli fakültədədir. Marketinqdə oxuyanlar oğlanlar deyil. Deməli, marketinq fakültəsində hərəsində də 2 təhsil alırsa, 2 təhsil olmalıdır. Daha doğrusu 2 nəfər təhsil almalıdır. Bahar artıq beynəlxalqdadırsa, deməli marketinqdə qalanlar kimlər olacaqdır? Cəmilə, Dilbər, Günay. Günay. Aha. Günay olacaqsa, amma ki burada da mənə deyir ki, Elnurla Cəmilə eyni fakültədə. Deməli, oğlanlar da marketinqdə olmadığı üçün Cəmiləni də neynirəm? Buradan çıxıram. Deməli, marketinqdə Dilbərlə kim qaldı? Günay qaldı. Aha. Sonra Günay qaldı. Düzdür. Sonra gəldik. Cəmilə ilə Elnur marketinqdə ola bilməz. Eyni fakültədədir. Yəni Bahar beynəlxalqdadsa ona bir nəfər belə deyim ki, bir nəfər yer qalıb ki, 2 nəfər təhsil almış olsun. Cəmilə və Elnur eyni fakültədəsə ya iqtisadiyyatda olacaq ya da maliyyədə olacaqdır. Çünki beynəlxalqda da bir dənə bu Bahar təhsil alırsa. Sonra gəlin variantlarla gedək. Dilbərin ixtisası mənə məlum olanlar məlumdur. Dilbərin ixtisası beynəlxalq münasibətlərdir. Xeyr, Dilbər marketinqdə oldu. Cəmilənin ixtisası iqtisadiyyatdır. Yəni orada onsuz da verməyibdir bizə. Maliyyə də ola bilər. Çünki verməyib bizə ki, nədir? Sonra Akif və Günay müxtəlif fakültələrdədir. Bunu saxlayır. Akifin ixtisası maliyyədir. Yəni onu da dəqiq verməyibdir bizə. Habil və Fuad eyni və elə bu doğru variant olacaq ki, çünki Akif və Günay müxtəlif fakültələrdədir. Günay marketinqdədir. Düzdürmü? Akifdən eyni ola bilməzlər. Ona görə C variantı doğru olacaq. 79-a gəldi. 79-da nə deyir? Elektron cədvəlin C4 xanasında B2, C1, A3 düsturu yazılmışdı. Bu düsturu aşağıdakı xanalardan hansılara köçürmək mümkündür? Baxırıq. Birinci nədən gedək? Bizdə hansına köçürtmək olmaz? Baxın, mümkündür deyir. Mümkündür. Bəli, C3 mümkündür. 2 olanları saxlayırıq. Qaldı bunlar. Sonra gəlin birdən başlayaq da. C2-yə köçürtmək mümkün ola bilməz. Ola bilməz C2-yə.
Bu bir de getdi. Qaldı nə? B ilə Y. Burada da 2 ilə 5 eynidir. 3 ilə 4-ə baxaq. B3-ə köçürdə bilməz. Çünki B3-də elə bil ki A3 gedir 2, 1 gedir. Yəni sıfıra olur. Ona görə mümkün deyil. A-dan sonra sütun olaraq köçsə B3-ə. Düzdürmü? B3. A-dan keçə bilər. E, Bəli, ona görə gedəcək sıfıra yaxınlaşacaqdır, keçməyəcək. Olacaq nə? 2, 4, yəni bu da köçə bilər. Bir dənə 5. 2, 4, 5 Y variantı. Baxın, belə bir şey çəkim. Vizual olaraq da, yəni göz yaddaşı ilə də görə bilsinlər. Baxın, C4. Tutaq ki, bu C-dir, C4-dür. C4-də yazılıb nə? B2, belə izah edeyim sizə. Üstə gələk C1 vurulsun nə? A3. Lap buradan birini de çəkim olsun nə? D sütunu. Düzdürmü? İndi gəlin. Baxın, deyirəm ki, niyə B3 olmaz? Və A, B, bura B'dir. Düzdür? 3 də budur. Düzdür? Niyə B3 olmaz? Gəlin, B2 rahat gələcək, B1 keçəcək bura. C1 C olacaq. C olacaq nə? B köçəcək. Amma A gələcək. A2 olacaq. A2 olacaq. Amma bir sütun köçəndə A sütun yoxdur. Elə başlanğıcı A'dır. Aydındır? Yəni ona görə köçürmək mümkünü yoxdur. Sonra gəldik 80-ci suala. Bu 80-ci sual din nəzəriyyəsində səhv eləmirəmsə bu tip sual var. Nəzəriyyəsinin test tapşırıqlarında var. Nə deyir bizə? Deyir ki, mətn prosesorunda hazırlanmış sənədin ilkin variantı 3 abzasdan ibarətdir. Birinci abzas, ikinci abzas, üçüncü abzas. Yuxarıda qaydada ardıcıl düzülmüş abzaslar üçün 3 əməliyyat yerinə yetirilir. Birinci abzas seçilir və Ctrl C, yəni heç nə silinmir. Sadəcə Ctrl C klaviş kombinasiyası basılır. Üçüncü abzasın əvvəlinə gətirilir, bura gətirilir kursun və yenidən Ctrl V olur və bu əməliyyat yenidən icra olur. Yəni bu düşür aşağı 1 dəfə Ctrl V olur və bu əməliyyat yenidən icra olunur. Bir dəfə də 1, 3 də düşür nədir? Aşağı. İkinci sonra deyir ki, ikinci abzas seçilir. Bax bu seçilir. Bundan işimiz bitti. Aha. Deyir ki, ikinci abzas seçilir və Ctrl X, yəni neyinir? Bunu silir. Mən də hamısını sildim. Aha, silir. Və e, mən deyəsən hamısını silmiş oldum. Bircə saniyə. Aha, ikini silir. Deyir, ikinci abzas seçilir və Ctrl X vurulur. Yəni bunu götürdü. Düzdürmü? Bu əməliyyatdan sonra ilkin olaraq nə olacaq? 1, 1, 3. Yəni D variantı. Bunu da heç kontrol etmədiyi üçün qalır bu. Gəldik nəyə? 81-ci suala. 80-ci suala nə deyir? Gəldik. İstifadə edərək deyir bu rəqəmlərdən 300 ilə 800 arasında yerləşən və rəqəmləri müxtəlif olan neçədə düzəltmək olar? Baxın, 300 ilə 800 arası bizə 3 rəqəmi olduğunu bildirir və mən bura baxsam, əgər 300 ilə 800 arası deyirsə, yüzlüklər mərtəbəsinə baxacağım. 3, 4, 5, 6, 7 ola bilər. Çünki 800 arasında olanı deyir. Rəqəmlər də təkrarlanmamalıdır. Çünki 8 ola bilməz. Ona görə bu rəqəmləri götürdüm. Rəqəmləri müxtəlif olan deyil. Aha, deməli burada neçə seçim olacaq? 5 seçmə variantım olacaq, düzdürmü? Aha, indi onluqlar üçün bir də baxın, bu elədir ki, onluqlar üçün bir də təkliklər üçün mənim seçimim olmalıdır. Yüzlüklər üçün seçdim, düzdürmü? Onluqlar üçün də seçməliyəm. Onluqlar üçün də seçəcəm. Onluqlar üçün də seçsəm neçə rəqəmim olacaq? 8-in özü daxil deyil. Düzdürmü? 8-in özü daxil deyil. 1, 2, 3, 4, 5, 6. 6 amma ki 3, 4, 5, 6, 7. Aha. Bu 5 seçimim oldu. Hə, düz deyirəm də 6 seçimim olacaq.
altını 5'ə vuracağım. Sonra təkliklər üçün seçim nə olacaqdır? Üçün seçimimdə 5 dənə olacaqdır. Çünki təkrarlanmamalıdır. Sanki belə altını götürdüm. Yəni 6 ədədlərim, rəqəmlərin istifadə olunur. Sonra məsəl üçün orada 3 istifadə olunsa, digərində istifadə oluna bilməz. Ona görə 5 götürürəm. 6 vurulsun 5 vurulsun 6 vurulsun 5. Bu da eləcə neçə? 150. Doğru cevabımız D variantı. Geldik 82. suala baxırıq. 82. sualda bizə nə deyir? Deyir ki, failin tam adını düzgün ardıcıllığını neyin göstərin. Aha. E, Baxaq. Biz bilirik ki, C 2 nöqtə ilə, yəni hansı diskdə yerləşdiyini birinci götürməli. 2 ilə başlayan getdi. Sonra bu varsa informatik 2, 3 gələcək. 2 ilə 3 də başlayan bu ikisindədir. Bu da getdi. Bu varsa bu mövzular gələcək. Bəli, mövzular gələcək. Sonra da bundan da bağlanış olacaq. Sanki mövzular burada yazılacaq. Test də gələcək buradan. Testləri yazacaq. Sonra ehim olacaq. O da ki C variantı. 83. 83 nedir? Sanki bu sual quruluşu da mənə tanış gəlir. 3 səhifədən ibarətdir. Bu 3 səhifəmizdir. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə. Deyir ki, 42 baytdır. Bunun ümumi həcmi bərabərdir nəyə? 42 bayt nəymiş? 4200 bayta bərabər deyil. Hər səhifədə informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 4 dəfə azdır. X-dir, 4x-dir, 16x-dir. Və Unicode sistemində yığılmışdı. 2x, 2, 2. 2x üstə gələk 8x üstə gələk nə 32x bərabər nəyə 4200 bayta. Aha, indi gəlin bunu cəmləyək. 10x, onun da üstə 32 gələn neçə eləyir? 42 bərabərdir 4200x. Düzdürmü? 4200-ü də bölsək 42-yə bizə nəyə bərabər olacaq? 100. Ne soruşur? İkinci səhifədə neçə simvol var? İkinci səhifədə də budur 4x idi. 100-ü də 4-ə 400. Aha. Gəldik 84-cü suala. 84-də nədir? A1 üstəgələ A2 vurulsun B2. A2 vurulsun nə? B2. 8-i 7-yə 56. 56-nın üstə də 4 gələndə neçə eləyəcək? 60. Sonra A3-ün B3-ə bölünməsi. A3-ün B3'e bölünməsi 4. 4'ün üstə də 4 düzdür mü? 7 üstə 4 11. Sonra C1 ilə C2 deyir 71'ə bərabər olacaq. 85-ci suala baxırıq. 85-ci sualda nə deyir? Doğru fikirləri müəyyən edin. Akşam vaxtı da ola bilsin ki, biraz qarışdırım. Yanlışlıq olsun. Olsa qeyd edərsiniz, düzəliş edərəm. 85-ci sual. Doğru fikirləri müəyyən edin. Deyir, kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnit skanerlərindən istifadə olunur. Bu doğruları soruşur, yanlışdır. Yox, doğrudur. Doğrudur. Elə bildim. Sonra 2. Ekranın üfüqi və şaquli istiqamətlərindən nöqtələrin sayı monitorun ekranın ölçüsünü müəyyən edir, xeyr ölçüsünü müəyyən etmir. Matrisli printerlər, iynələr dəsti görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. Doğrudur. 4. Matrisli printerlərin surəti 1 dəqiqədə çap etdikləri səhifələrin sayı, xeyr, səhifələrin sayı ilə yox. O lazerli printerə aid səhifələr sayı. 5-də nə deyir? Enter, ESC, Home, End, klaviatın xidməti klavişlər qrupuna aiddir. Xidməti. Xidməti klavişlərə. Amma Enddir, Home'dur, idarə etmə nədir? Klavişlərə aiddir. 6 nədir? Funksiyonal klavişlərin funksiya proqramında yaxud iş rejimindən asılı olaraq dəyişə bilib, bəli. Bu da belə. Gəldik 86-cı suala baxırıq. 86-da nə deyir?
700 megabaytlıq diskimiz var. 700 yazıram. Baxıram cavabda megabaytla istəyir. Aha. Baxın 1022 kilobaytlıq mətn failidir 2 ədəd. Birinci klasterin ölçüsü də nə veribdir? 4 kilobayt verib. 4-ə böləcəm. 256 düşür. 256, 255 tam neçə? 256. Onu da 4-ə vuranda eləyəcək nə qədər? 1024 kilobayt. 1024 kilobayt da megabayta 1024-ə böləndə, yox, bölmürəm hələ. Çünki 2 ədəd deyir. Vururam 2-yə 2048. 2048. İndi bu 2048'i megabayta çevirəndə böləndə nə eləyəcək? 2. Sonra gəldik 2045. 2045 böl neçə? 4. 512 eləyir. 512'ni də vursaq 4'ə 2048. 2048'i də vursaq 5'ə eləyəcək nə? 10240. Bunu da bölsək 1024'ə 1024'ə. Bu da bizə verəcək nə? 10. Sonra gəlirik sonuncuya. 510'u da bölsəm 4'ə 128. 128'i də 4'ə vursaq 512. 512'də 14'ə vursam eləyəcək nə? 7168. 7168'i də bölsəm 1024'ə 7 düşür. 7 megabayt. Şimdi gəlirəm 10, üstə gələk 2, üstə gələk 7, 19 edir. Düzdürmü? 700'dən də 19 çıxanda boş diski soruşur da, düzdür? Boş yer qalar soruşur. 19 bərabərdir 681. Gəldik 87-ci suala. 87'də neyinirik? Aha. Belə 87'də onluqdadır. Bu Cx 16'lıqda bərabərdir 195 nə? Onluqda. Düzdürmü? Aha. Üzerini çevirəm. Bunu onluğa çevirəcəm. Yəni 12 vurulsun nəyə? 16 0 1'ə bərabərdir. X bərabərdir 195 üstə gəldi. X də bərabərdir nəyə? 195'dən çıxanda 12'sin neçə qalır? Yox, bircə saniyə. Hani yenə qarışdırdım. Gecədəndir. Axşamdandır. Aha. Nə deyir bizə? Baxın Cx16 bunu çevirməliyəm onluğa. O eləyəcək nə? 12'ni vuracam. 16 0 1'ə bərabərdir. 12 üstə gələk 16 0 1 x. 12 üstə gələk x bərabər nəyə? 195'ə. X də bərabərdir nəyə? X də bərabərdir 195'dən çıxacam nəyin? 12'sin. Qaldı nə? 183. Aha. 183. İndi 180. Yox. Yox. Baxın, x'in yerinə mən 3 qoysam, C 3. Düzdürmü? 3 qoysam. 0, 1, 16 gələcək nə? 10, 11, 12 düzdür də. B dedim, birdən qarışdıraram. Axşamdan dolayı. 12 vurulsun 16 üstü 1 üstə gələk 3 vurulsun 16 0 3 eləyir. Düzdür? 12'ni də 16'ya vuranda 12'ni 16'ya da vuranda eləcək neçə? 192. Bəli. Bayaq da düz yazmışdım da. Sadəcə ola niyə elə getdi anlamadım. 12 vurulsun 16 düz deyilmi? Ay sağ. 12'ni 16'ya mən səhv vurmuşam. 12'ni 16'ya vuranda 192 eləyir. Düz deyilmi? X də bərabərdir. 195'dən də 192'ni çıxanda çox çətin sual oldu. Birə iyi gedəcək. Məcazi mənada deməli çox çətin sadəcə olaraq axşam vaxtıdır. Yorulur adam. Gəldik ikinciyə.
İkincide de yine bir, 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 x sıfır, bir, 2. Beraber de 57'ye. Bunu da hesaplamayacağım. Niye? Gelin bakın 32 üste geley 16 2 üstü 4 bəli 16 üste geley 8. X'i hələ ki saxlayıram. Sıfırın bir mənası yoxdur. 2 üstü 0 1'ə bərabərdir. 1. Bu x'i də bərabərdir 57. Düz değil mi? 57. İndi baxın 32'nin üstə 16 gəldim. Üstə gəldim 8. Üstə gəldim 1. Neçə eləyir? 32 ilə 16 eləyəcək 48. 48, 8. Bir də 56. Yəni bura 1 olsa 57 olardı. Ona görə nədir? X'im də 1'ə bərabər. Bir saniyə. 32'nin üstə 1 elə 57 eləyir də bu 16 düzdür. Ona göre bura ne olacak? 0 olacaktı bu x'in yeri. 0. Ona göre 1'e gidecek. Ne? D. 1'e D. Geldi 3'e baxaq. 3'te de bu onluqdadır. X 3 onluqdadır. Gerek bu 6 x 8 yoktu. Bunu çevirək. Olacak ne? 6'nın 6 vurulsun 8. Üste gelen ne? 8 0 1'e beraberdi. X'e 48. Düzdür mü? Sanki bakın bile 48 üste gelek x oldu. Bu tarafta nerede? X üste gelek 3 oldu. Onluqda. Düzdür? Onluqda. İndi bakın. İndi burada x'in yerine ne koysak ki ne koysa hansı rəqəm koysa beraberlik ödənər. Baxın, elə 5 qoyuram. Məsələn, çünki 3 qoysam 1 ilə sonu bitən, yəni burada 1 olmayacaqdı, 3 ilə bitməlidir. Ona görə 5 qoyuram. Yəni üstün nömrələyib də belə tapa bilərsiniz. 5 qoyuram. 48-in üstə də 5 gələn neçə eləyir? Yenə də necə saniyə? 8, hə, 13 eləyir düzdür. 5 B variantı. Bu belə. Gəldik 88-ci suala. 88-ci sualda nədir? Baxaq. Hər bir 3 kilobayt həcmə malik 5 ədəd səs faili. Birinci bir failə görə tapırıq. Ondan sonra hesablayırıq. 3 kilobaytsa, baxın, klasterin ölçüsü 4-sə, bu 3 kilobaytlıq 4 kilobayt klasterə yerləşək. Diskdə də ümumi həcm nə olacaq? 4-ə. 4-ü də 5-ə 20. Üstə gələk. Üstə gələk. 5 kilobayt həcm. Baxın 4 klasterdirsə, 4 kilobaytsa klasterin ölçüsü, bu 5, yəni yerləşməyince biri də açılır. 2 dənə klasterim lazım olacaqdı. Birində açılır. Deməli 2-ni də 4-ə nə? 8. 8-i də 5-ə neçə eləyəcək? 40. Düzdürmü? 40. Bir saniye düzmü getdim? Nəysə gözüm su içmədi. 5 5 kilobaytlıq həcm necə saniyə? 5'i 4'e böləndə 2 tam necə? 3 klaster lazım olacaqdı. Düz değil mi? Aha. 3 klaster lazım olacaqdı. Düzdür. 3. 3'ü də 5'ə 15. 3'ü də 4'ə 12. Bəli. 12'ni də 4'ə vuranda neçə eləyəcək? 48. Üstə gələk. Üstə gələk. Vəssalam. Üstə gələk planı yoxdur. 48'in üstə də 20 gələndə 68. 68. Buna bir də qaydaram. Gəlin elə indi yenə baxın. Neysə hesablamada rəqəmlərdə gözüm su içmədi. Baxın. 3 kilobaytlıqda düzdürmü? Klasenin ölçüsü 4-dürsə bir failə görə tapırıq da. Yəni ədədləri görən qarışdırmadım ki 4-dürsə 4'ü də 5'ə neçə eləyəcək? 20. Üstə gələk. Düzdür? Üstə gələk. 5'i də 4'ə böləndə 5'i də 4'ə böləndə deyirəm də yoxsuzluqdandır. 5'i 4'ə bölmüşəm. 2 tam neçə? 1 tam neçə? 2. 2'ni də 4'ə 8. Düzdür? Çünkü bilirsiniz niye?
2 klaster lazım olursa 2 klaster diskdə nə qədər yer tutacaq? Klasterin ölçüsü 4'dür. 4'ü 2'ye vuracağım 8. 8 və 4, 4 ədəd mətin faili hesablamaq üçün 8-ə 4-ə neçə eləyəcək? 32. Bu da bərabər olacaq nəyə? 52'ye. Aha. Gəldik 89-cu suala. 132 səhifəlik sənədin yalnız birinci, 11-ci, 21-ci, 132-ci səhifələr. Yəni 1, 2, 3, 4. 2 üstü 2 vurulsun 2 üstü 8 qrafik təsvir var bunda. 2 üstü 8 vurulsun 64 rəngdirsə, deməli rəng dərinliyim nəyə bərabərdir? 6 bitə. Vurulsun 6 bit. Aha. Məndən də kilobaytdan istəyir. Nədir? 2 üstü 13'ə böləcəm. 16 ilə 13 gedəcək. Qalacaq 32. Aha. 32'ni də 4'ə vuranda neçə eləyir? 128. 128'i də 6'ya vursa e, düz 64 6 bit. E, bir saniye. Düz mü hesapladım? 2 üstü 2 4 16. 3 gelir 8 kalır burada. 2 üstü 3 8. Hı hı. 8'i 4'e 32. Bəli 8'i 8 kalır. 8'i 4'e 32. 32'ni de 6'ya vuranda 192 kilobayt buradan aldık. Düzdür mü? Yerdə nə qaldı? Bu 4 dənə səhifəni işlətdim axı 132'dir. Baxın 4'ü getdi nəyə? Qrafikə. Deməli 132'dən 4'ün çıxacaq 128 qalacaq. 128'də mətndən istifadə edəcəm. Yəni 2 üstü 7 vurulsun. 2 üstü 6 sətir. 2 üstü 6 nə? Simvol. ASCII-də də 1 baytdır. Və kilobayt istəyir. Baytdan da kilobayta 2 üstünə 10'a böləcəm. Aha. 210'dan 212 gitti. 4, 128'i de 4'e vuranda 512. 512 ile de 192 diz mi yazdık? Aha. 512 ile de 192 neçə eləyəcək? 4, 104. Doğru cevabımız 104'e beraberdir. Geldik 90-cı suala baxırıq. 260, 252 veribdi. Aha. Bunu necə yaza bilərəm? 2 üstü 8 e, üstə gələk 2 üstü 2 2 üstü 8 çıxaq 2 üstü 2 kimi yaza bilərəmmi? 17'ni də 2 üstü 4 üstə gələk 2 üstü 0 kimi yaza bilərəm. 17'ni ver 2 üstü 3'də yazdım. Bunu atsaq eləcək nə? 2 üstü 16 düzdürmü? Üstə gələk çıxaq mənfisi var. Çıxaq 2 üstü 10. Üstə gələk 2 üstü 10. Çıxaq 2 üstü 4. Üstə gələk 2 üstü 4. Üstə gələk 2 üstü 0. Üstə gələk 2 üstü 3.
Küstondan küston gedəcək. Bundan da bu gedəcək. Qaldı küston 6. Üstə gələk 2 üstə 0. Üstə gələk 2 üstə 3. Ümumi bizə nəyi soruşur? İkili sayısı sıfırların sayını. Baxın, bu o deməkdir ki, ümumi 17 rəqəmdən ibarət, düzdürmü? Yəni 1 vurulsun küston 6, 1 vurulsun ki, neçə dənə birim olacaq? 3 dənə. 17-dən də 3 çıxanda neçə qalacaq? 14 nə? Sıfırım. Bu da belə. Bitdi. Test də bitdi, mən də bitdim.